Hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günlük informatika suallarından 14-cü sualın izahını verəcəm. Sualımız Python-a aid belə bir sualın nümunəsini baxaq. Deməli, h bərabər 6 olduqda ekranda nə çap olunacaq? Aha, h dəyişənində biz 6 qiymətini mənimsədirik. İndi gəlin növbəti sətrə keçək. Burada b dəyişəninin qiymətini tapaq. B dəyişənində nə yazılıb? Deməli, bərabər qoyuram, yazıram. 2 vurulmuş. H-ın qiyməti neçədir? 6 minus 3 vurulmuş. Deməli, dırnağın daxilində boşluq işarəsi. Bu nəyə bərabər olacaq? Birinci vurma bölmə əməliyyatı yerinə yetirilecək. 2 dəfə 6, 12, daha sonra çıxma və ya toplama. 12-dən 3 çıxanda qalacaq 9. Vurulmuş, bir dənə boşluq simvolu. 9-u da boşluğa vuranda, yəni ümumiyyətlə, sətri ədədə vuranda verilmiş sətr ədəd qədər təkrarlandığına görə yazacağım burada 9 dənə boşluq simvolu. Elə bilin ki, bunun daxilində 9 dənə boşluq var. Daha sonra keçirəm növbəti sətrə. I dəyişəni burada hansı qiyməti alır? Deməli, 1-dən h plus 1-ə kimi, yəni 6 plus 1, 7-yə qədər qiymətlər alacaq. Yəni, sonuncu qiymətlə sayılmadığına görə i bərabər 1, 2, 3, 4, 5 və 6 qiymətləri ilə dövrə daxil olacaq. Birinci i bərabər 1 qiymətindən dövrə daxil olaq. Deməli, if-in daxilində or operatoru verilib. Or operatoru belədir ki, bir tərəfi ödənirsə əgər bərabərsizliyin, o bizə kifayət edir. İkinci tərəfə baxmağa ehtiyac yoxdur. Əgər əndə olsaydı, o zaman bəli, hər iki tərəfin mütləq ödənməsi lazım idi. İndi burada baxırıq ki, yazılıb i 1-dir də. Deyirik 1 bərabərdir 1-ə. Deyirik ki, hə. O zaman if-in daxilindəki print əməliyyatına baxırıq. Deməli, burada çap prosesi necə gedəcək? Deməli, 6 vurulmuş dırnağın daxilində CS işarəsi. Yəni, DS işarəsi 6 dəfə təkrarlanır. Sətri ədədə vururuq, sətr ədəd qədər təkrarlanacaq. Burada 6 dənə DS işarəsi alınmış olacaq. 1, 2, 3, 6. Davam edirəm növbəti sətrə. Deməli, i bərabər 2 qiymətindən dövrə daxil olalım. Hətta gəlin bu qiymətləri bir kənardan da yazaq. Sonra buradan yekun nəticəni görək. Bu birinci olsun, bu 2, 3, 4, 5 və 6. Davam edirəm növbəti sətrə. i bərabər 2 qiymətindən dövrə daxil oluram. Bu halda, baxın, şərtin hər iki tərəfinə yox deyəcəyik. Deyirik ki, i bərabər 2-dir də. Deyir 2 bərabərdir 1-ə. Deyirik yox. i bərabər h-dır mı? i 2-dir. 2 bərabərdir 6-ya. Deyirik yox. Yəni, hər iki tərəfə yox deyirik. O zaman düşürük else qoluna. Else-də nə yazılıb? Dırnağın içərisində CS üzərinə gəlinmiş. B, yəni 9 dənə boşluq simvolu üzərinə gəlmiş, bir dənə də dırnağın daxilində DS. Yəni, bu halda sətirlər toplanır. Bütün sətirlər toplananda da nəticə necə olacaq? Sətirlər birləşəcək. Yəni, nəticə CS, deməli, boşluq müəyyən qədər və bir dənə də DS olacaq. Baxın, bu formada nəticə finansiyasyon. Yəni, söz gedən boşluqda, buradakı bu 9 boşluqdur da. Deməli, burada növbəti sətirdə olacaq bir dənə DS və tutaq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə boşluğum var. Sonunda da bir dənə CS işarəsi olacaq. Keçirəm indi növbəti qiymətlə dövrə gəlməyə. i bərabər 3 qiymətinə baxırıq. Yenə if-ə yox deyəcəyik. Yenə düşürük else qoluna. Else-də yenə eyni nüans olacaq. Baxın, printin daxilində nə yazılıb? CS üzərinə gəlinmiş. B, yəni 9 dənə boşluq dırnağın daxilində və plus bir dənə də CS işarəsi. Yəni, baxın, bu ifadə heç vaxt dəyişilmir. Normal, yəni, necə deyim, əvvəl B-nin qiyməti stabildir deyə, DS-lər də olduğu kimi qalır deyə, olduğu kimi bir nəticə çıxır, hər dəfə dövrə girdikdə. Yəni, burada da nəticə, baxın, burada olduğu kimi olacaq. Gəlin, indi ilə bunu kopyalayayım, yazdım bura. Deməli, baxın, bu da olacaq ikinci dövrün nəticəsi. Davam edirəm indi üçüncü. Üzrəm dördüncü dövrə. i bərabər 4 qiymətindədir. Yenə baxın, bu şərtə yenə yox deyirik. Yenə bu nəticə alınacaq. Yazıram bunu yenə buradan. Bu oldu 4 olan halı və i bərabər 5 qiymətinə baxaq. Yenə burada da görürsünüz 5 bərabərdir 1-ə yox. i yəni 5 bərabərdir 6-ya yox. Buna da yenə hər iki hala yox deyirik if-ə. Yenə də baxın bu print əməliyyatı yerinə yetiriləcək və yenə də nəticəmiz burada olduğu kimi olacaq. Və son olaraq i bərabər 6 qiyməti ilə dövrə daxil oluruq. i bərabər 6 olanda artıq baxın deyir ki, i bərabərdir 1-ə, 6 bərabərdir 1-ə. Buna yox deyəcək, aydın məsələdir. Or, i bərabərdir h-a, yəni 6 bərabərdir h-ın qiyməti neçə idi bizdə? 6 idi. 6 bərabərdir 6-ya deyirik, hə. Artıq bu tərəf ödəndi. Bura plus. Ona görə şərtə hə deyirik və şərtin daxilindəki bu printə baxırıq. Burada nə yazılıb? H, yəni 6 vurulmuş dırnağın daxilində CS işarəsi. Yəni, sətr yenə ədədə vurulur. Baxın, buradakı nəticə ekrana gəlin yenə. 6 dənə DS işarəsi yaranacaq. Yazaq. Deməli, burada yarandı 6 dənə DS işarəsi və sonuncunu da yazırıq burada. Gətirək elə onu da yazaq. Deməli, elə bu bayaqki qiymətlə eynidir. Birinci dövrdə, bir də sonuncu dövrdə bu formada 6 dənə DS işarəsi yarandı və ümumi nəticəmiz ekrana bu formada çıxacaq. Python-da tətbiq edək. 6 qiymətini verdik. Baxın, gördünüzmü? Nəticəmiz
bu formada alınmış olacaq. Baxın, gördüyünüz kimi. Bu qədər. Sağ olun, Allah'a əmanət.